Əzəməyə gəlmişsən, tək işimizi görək, çıxacaq. Sözdə də video çəkəcəm, özümə bir çəkə düzən verim. Həbs yox. Ay, yoxsun, var gəlmişsən, dur çəkə çıxaq gedəksən, ha? İnan, ev o qədər rahatdır ki, o qədər konforlu evdir ki, özü necə istidir. Adam istəyir burada başını qoysun. Yorulmuşam da bugün nə qədər ev çəkmişik. Dur, təqdim eləyək, tez göstərək, çıxaq gedək. Bu ev tez təqdim olması ev deyil. Yəni bu ev möhtəşəm bir evdir. Gəz bitməz. Dur onda, gəz, bitirək. Mütləq bu evə gəlib baxmalısınız. Mütləq. Salam, hər vaxtınız xeyir, əziz dəyərli alıcılarımız, dəyərli izləyicilərimiz. Bugün də həmişə olduğu kimi sizə çox gözəl, möhtəşəm və çox uyğun qiymətə mənzil təqdim edəcəyik. Bura mənzilimizin giriş hissəsidir. Gördüyünüz kimi böyük bir geniş koridoru var. Burada şkaf qoyulubdur. Burada özünün belə bir cüzgüsü var. Divardan yığılmış. Gəl cüzgünü çək, gör nə qəşəngdir. Evlərdə ən çox bəyəndiyim bir balkonun rahat olmasıdır, bir də koridorun. Çünki niyə? Əlimizə gələni balkona yığırıq və koridora şkaf yığmaq üçün koridorun geniş olmağı önəmlidir. Keçək qonaq otağımıza. Bura mənzilimizin qonaq otağıdır. Qonaq otağı olduqca genişdir, böyükdür. Mənzilimizdə mərkəzi isitmə sistemidir. Ev çox istidir. İnanın, istidən evdə nəfəs almaq olmur. O dərəcə istidir. Evimizin təmiri normal təmirlidir. Heç bir təmirə ehtiyacı yoxdur Mənzilimiz gir yaşa bir mənzildir. Heç bir təmirə ehtiyacı yoxdur. Bura balkon hissəsidir, amma bura mətbəxdən də keçid var. İndi oranı sizə mətbəxdən göstərəcəm. Həm qonaq otağından keçid var mətbəxə, balkona, həm də mətbəxdən. Buyur, buranı da çək. Qeyd edim ki, mənzil 4 otaqlıdır və 110 kvadratdır. Keçirik mənzilimizin birinci ilk yataq otağına. Buyur, gəl. Çox geniş bir yataq otağıdır. Buyurun, çəkin, Cavid bəy. Burada da gördüyünüz kimi yenə balkon bağlıdır. Hər tərəfə pəncərəsi var. Mənim ən sevdiyim mənzillərdən biridir bu mənzil. Çünki yel çəkən mənzildir. Bütün otaqların çox geniş pəncərəsi var. Keçirik mənzilimizin digər yataq otağına. Bəli, uşaq yataq otağıdır burada. Uşaq yataq otağı olmağına baxmayaraq çox böyük, geniş bir yataq otağıdır. Bu yataq otağının da özünün atdelini bir balkon hissəsi var. Açıq balkondur. Burada mənzilimizin üçüncü, sonuncu yataq otağıdır. Burada yenə genişdir. Mənzilimiz 110 kvadratdır. Bir daha qeyd edirəm, 4 otaqdan ibarətdir. Otaqlar genişdir, işıqlıdır. Sadəcə bu lüstraların lamışqalarında problem var deyə otaqları çox işıqlandıra bilmədik sizin üçün. Həm də gördüyünüz kimi video çəkilişi axşama çatdırmışıq, axşam çəkirik. Bu mənzilə gəlib günüz baxa bilərsiniz. Bu otağın da yenə balkona çıxışı var. Hər otağın özünün balkonu, hər otağın özünün çox böyük pəncərəsi, otaqlar çox geniş, təmiri yerində. İndi gedək sizə mətbəxi, sanitar qovşağı da çəkim. Sanitar qovşaqla hamam ayrı-ayrıdır. Məncə buralar da təmirlidir. Buraları mən çəkməyi sevmirəm. Özünüz gəlib baxarsınız. Normal təmirdir. Normaldan da daha üstün təmirlidir. Bura mənzilimizin mətbəxidir. Çox geniş bir mətbəxi var. Mətbəx mebeli var. Burada da yenə də bir gözəl balkon hissəsi var. Balkon hissəsi də bağlıdır. Başda şkaf yığılıbdır. Onu da çəkə bilərsiniz, Cavid bəy. Mənzili nəzərinizə çatdırım ki, yenə deyirəm, gecə çəkdiyimiz üçün biraz mənzil işıqsız görsənə bilər. Amma mənzilimiz çox işıqlı mənzildir, yer çəkən mənzildir, çox rahat mənzildir. İndi sizə mənzilimizin yerləşmə yeri, ünvanı, qiyməti haqqında şok məlumatları verəcəm. Sən verməyəsən məlumatları mən verəcəm.
İndi keçid alaq mənzilimizin yerləşmə yeri və qiyməti haqqında sizə məlumatlar verəcəm. Mənzilimiz yerləşir 286 sayılı məktəbin tam yaxınlığında və digər bir tərəfində də bağça yerləşir. Bütün iaşə obyektlərinə yaxındır. Avtobus dayanacağı binanın tam qarşısındadır. İnfrastruktur cəhətdən çox əlverişli bir mənzildir. Mənzilimiz 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. 4 otaqlıdır, 110 kvadratdır. Otaqlar təmirlidir, heç bir təmirə ehtiyac yoxdur. Yəni bu qiymətə mən həmişə sizə sərfəli qiymətə, sərfəli mənzillər təqdim edirəm. Bu da o mənzillərdən biridir. Yasamal ərazisində bildiyiniz kimi bu qiymətə Yasamal ərazisində bildiyiniz kimi bu qiymətə, bu təmirdə 4 otaqlı 110 kvadrat mənzil yoxdur. Buyurub əlaqə saxlaya bilərsiniz. Heç mənə almamısan o güllərdən. Bu evi satın alır. Gözüm güllərə takıldı. Böyle şey. Növbə gəldi çatdı mənzilin qiymətinə. Neçədir? Bu 4 otaqlı. Bu 110 kvadrat. Bu tam təmirli. Bu 5-ci mərtəbədəki evimizin qiyməti nə az, nə çox 215.000 manatdır. Yenə deyirəm, mənzilimiz 110 kvadrat və təmirlidir. Yasamal ərazisindədir. Dadaş Bünyadzadə küçəsindədir. Bunu nəzərinizə çatdırın ki, bu qiymətə belə ev Yasamal ərazisində yalnız bizdədir. 215 minə deyilir, amma yenə həmişəki kimi bizdən alanlara wow, şok, eksklüziv endirim olacaq. Bax, bunu mən sizə söz verirəm. Şəxsən bu evi mən özüm sizə satacağım. Bu qədər yenə sloganımız bu günlərin bu evin açarı bizdədir. Bu gün bu evin açarı bizdədir. Gəlin alın, sabah sizdə olsun. Bir şey yadımdan çıxdı demədim. Mənzilimiz 20 yanvar və İnşaatçılar metrosuna piyada 15 dəqiqəlik məsafədə yerləşir. Şərifzadə küçəsinə 5-6 dəqiqəlik məsafədədir. Denəyə baxsın. Niyə bax, bax. Bu evi alana bu pişik də üstündə hədiyyə veririk. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud təcariyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir, mənzildir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Dadaş Bünyadzadə küçəsində. Mən heç də bura Yeni Yasamal deməzdim, çünki Şərifzadə küçəsi ilə arasında təxminən 5-6 dəqiqəlik məsafədə yerləşir. İnşaatçılar və 20 yanvar metrosuna piyada 15 dəqiqəlik məsafədə. 9 mərtəbəli Leningrad layihəli binanın 5-ci mərtəbəsində. Ümumi sahəsi 110 kvadrat olan qanuni 4 otaqlı, tam təmirli, isitmə sistemi, mərkəzi isitmə sistemi olan bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Bu mənzilin qiyməti 215.000 manatdır. Sənəd kupsadır, ipotekaya yararlıdır. Sağ olun, salamat qalın. Digər mənzillərimizdə görüşmək ümidi ilə hələlik.